Əslində nə baş verirdi həmin gün Qəzənfər? Mən sizə deyim də, çox müthiş günləridir. Getsin bir də gəlməsin o günlər. Bax, deməli Şuşadan, Qarabağdan çıxan Azərbaycanın o müxtəlif ordu birləşmələri deyək də, batalyonlar var idi, rotalar, ayrı adamlara tabi olanlardır. Onlar gəlib Şuşa yoludur, bax, üstəki yol Şuşa yoldur, bu yol gedir Qubadlıya. Bax, gəlib buradan gedirdilər Qubadlıya, qaçırdılar, yol buradan. Laçının o vaxtı Çingiz Mustafayev rəhmətlik buradaydı. O gəldi, onlara üst tutub, yəni onlara qaçırsınız, niyə gedirsiniz? Nəsə müxtəlif təhqir edici laf sözlər də dedi. Onlar da müxtəlif cavablar verirlər də. Televizorda var, sizin arxivdə də var, hər yerdə var ki, biz tutaq ki, kimə tabiyik, bizi çağırıb gedirik ora. Biri deyək ki, Aziz Mütəllibova, əksəriyyəti Xalq Cəbhəsinin törəmə təşkilatları ilə belə onlardan yaranandı. Nə dayanmırdılar, gedirdilər, o da deyirdi, amma çox təəssüf ki, sonradan sonraya bəzi adamlar, mən ad çəkmək istəmirəm, bundan istifadə elədilər, rəhmətliyin o videosundan, onu yönətdilər güya Laçınlılara. İndi bilirsiniz, bu gülünç söhbətdir. Əgər bu günləri Laçın cəmaatı azad eləmiş olsa, o dövrdə Laçının məğlubiyyətində Laçınlıları qınamaq olardı. Çünki Laçını Azərbaycan ordusu azad edirdi. Və Laçını da o dövr ki, Azərbaycan hakimiyyəti, yəni bacarıqlığından, mılıqlığından verib gedib, məğlub olub Azərbaycan. Qəzənfər müəllim, qayıdaq həmin günə. O ordunun çıxması ərəfəsində, yəni həmin gün hələ də Laçında sakinlər var idi. Bəli, bəli. Və onların çıxması ilə sakinlər artıq bir növ... Mən sizə deyim də, bu hadisə 14-dən 15-inə keçən gecə olubdur burada. Onlar gəlib keçirlər. Əsasən 15-i, 16-sı da demək olar ki, yox idilər. Və onlar da burada gələndə cəmaat var idi. Az olsa da cəmaat var idi, zirzəmilərdə idilər. Çünki şəhəri Ermənistan tərəf, o tərəfdə, oradan atırdılar. Raşetlərlə atırdılar. Qrad deməli, raket qurusunu atırdılar. O tərəfdən isə ermənilər artıq məlumat vardı ki, silahlı dəstələr Laçına doğru gəlirlər. Çünki qabaqlarından müqavimət yoxdur artıq. Qalan da onlar çıxır, cəmaat var, dinc əhali. Mən sizə göstərəcəm, orada bizim Mədəniyyət Sarayının zirzəmisində nə qədər insanlar vardı, nə cür yazıq adamlar, qadınlar, ondan sonra uşaqlı qadınlar, böyüklər, yaşlı adamlar. Yəni var idiler, əlbəttə var idiler. Bizim batalyon isə Laçın alayı isə. O son, yəni Laçın alayı deyəndə Laçın alayı böyük bir ordu deyildi ki, yəni bir 200-300 nəfərdir, onlar da hamısı buradaydılar. Cağazır postu var o tərəfdə, Ermənistanla laf səhratda. Orada nə qədər bizim uşaqlarımız şəhid oldular, Laçınlı, qeyri-Laçınlı, Azərbaycan əsgərləri. Hələ eləsi var ki, bu günləri onun hələ nəşin tapıb ailəsi bastıra bilmiş ki, gözlərini çəkərlər. Yəni, böyük faciədir bu. Laçının şəhərin özündə nə qədər insanlar öldülər orada, şəhid oldular qəhrəmancasına. Yəni, Laçın alayı buradaydı, amma çox təəssüf ki, yenə dediyim kimi, Laçın alayı Laçını qoruya bilməzdi. Necə ki, Laçın alayı, Laçınlar azad eləmədilər. Laçını Azərbaycan ordusu azad elədi, Azərbaycan dövləti azad elədi və Azərbaycan dövlətində o vaxt gücü yox idi. Bizim Laçınlıların bir sözü var da, mılıq, yəni zəif, yəni belə də əldən düşmüş adam. Mılıq adamlardılar, yəni, nə bilim valla. Mən demərəm heç vaxt ki, onlar satıblar Laçını kövə, o düz deyil. Yəni, bacarıqsızlıqdan, mılıqlıq, yəni son nəticə Laçın düşmənə təhvil verildi. Sığınacaqda neçə gün qaldı Laçın sakini? Deməli, ayın 8-i ateş açılan gündən Laçında 5 nəfər adam, biz şəhərin başı deyirik, indi Bayraq meydanında. Orada 5 nəfər Laçınlı şəhid oldu. Onun içində cavan oğlanlardılar, yəni yaşlı adam da vardı. Yəni belə də onlar hamısı şəhid oldular. Raketlə vurdular, oranı dağıtdılar, orada adamlar şəhid oldular. Elə birini mən öz qucağımda apardım, Valenciya qədər yolda keçirdi. Yəni Qasımov Mehman. Yəni Allah rəhmət eləsin. O mənim qucağımda keçirdi artıq. Məndən Mirsiyah müəllim vardı, rəhmətli maliyyənin müdürü, yaşlı kişidir, 70 yaşında kişi, 60-dan yuxarı yaşı vardı. Girdik qoluna, nəfəs vardı. Buradan gördüm göyərif, elə bir ximiski karandaş deyirlər, yaşı göy rəng. Belə çəkilir. Deməyəsən, burasının üzürdür, qan yığışır bura. Sonra bizim bir qəhrəman polis vardı, Qasım. Çox uca boylu cəngəvar oğlandı. O mənim qabağıma gəldi. Allah ona rəhmət eləsin, sonra o rəhmətə getdi. Mənim qabağıma, qarşıma gəldi, onu mənim əlimdən aldılar. O Qasım yadımdadır. Apardılar onu, artıq ölmüşdü o adam, yaşadı. Qasım onu. Yəni çox, ondan başqa 4 nəfər yəni şəhid oldular. Yəni o da çünki Laçın müdafiə olun təkcə Laçın batalyonunun gücü ilə də onu saxlamaq mümkün deyildi.
Belə bir vəziyyət. Və burada Cengiz Mustafayev bax bu yerdə. Həmin maşınların qarşısına kəsdi. Elə otur. Cengiz Mustafayevi də qoruyan Laçın alayının əsgərləri idilər. Biləsiniz onu. Cengiz Mustafayev rəhmətliyi qoruyan Laçın alayının əsgərləri idi. Onlar Paşayevin göstərişi ilə onlara təhkim olunmuşdular. Onlar Çingizi son nəfəsinə qədər, burada olan dövrə qədər, axıra qədər onu mühafizə elədilər. Və buradan da o adamları, yəni bir düşürdü ki, hara gedirsiniz filan, onun fərqi yoxdur, mən deyəm, Laçınlı əlahədə insan zat deyil ki, hamımız Azərbaycanlıyıq. Amma Laçınlı yoxdur onların içində. Olanlar hamısı kənar hərbiçilər idilər. Oradan gəlmişdilər. Orada xidmət edən bizim Laçın batalyonuna aid adamlar deyildilər, hərbiçilər deyildilər. Onlar hamısı Şuşada olan, Bakıdan gələn, belə bir sözlər idi, Bakıdan gələn Şura hökuməti. Və Bakıdan gələn Şura hökumətinin adamları idilər. Qaçdılar, getdilər də Bakıya. Tamam, biz o zaman bu hadisələrə qədər sığınacaqda gizlənən Laçınlıların olduğu əraziyə gedək. Gedərik. Və